Deməli, bu gün də sizlərlə bölüşmək istədiyim vacib məsələlərdən biri, yəni hər dəfə paylaşımlarımda çalışıram ki, əsas fikir verirsinizsə, düşüncəmizin bizlərə yaratdığı, əslində özümüzə yaratdığımız problemlərdən çox bəhs edirəm ki, problem adlandırdığımız bir çox narahatlıqlar, elə demək olar ki, özümüzə yaratdığımız narahatlıqlardır. Bunlardan biri də nədir? Problemsiz həyat axtarışına çıxmaq. İndi bilmirəm siz buna nə qədər zaman sərf eləmisiniz. Bəlkə də bəzilərinizin 50 yaşı var, 40 yaşı var, 30 yaşı var. Hələ də problemsiz həyat axtarışındasınız. Belə bir həyatın var olduğuna inanırsınız. Məsələn, mən 30'lu yaşlarda biri olaraq mən də bunu çox gec öyrəndim. Təbii bilirsiniz axı, insan nə isə öyrənəndə, o deyir başı daşdan daşa dəyəndə, kimisə qınamaq təbiətimizdə var. Bir günahkar axtarışına çıxırıq, bir balaca da olsa. Mən şəxsən özümə sual verdim. Ümumiyyətlə belə bir sual vereyim. Elə bu sualı özümə də vermişdim ki, mənə kim demişdi ki, dünyaya gələndə ki, problemsiz həyat yoxdur. Əslində problemsiz yaşayanlar var, sən də ged o həyatı tap yaşa. Yəni bunu mənə şəxsən deyən olmamışdı. İndi sizə deyə bilmərəm. Mənə deyən olmamışdı. Amma məsələ hardadır, nədir və mən də belə günahlandırdım ki, ətrafımı. Yəni siz mənə deyə bilərdiniz ki, problemsiz həyat yoxdur, axtarma və mən də buna boşuna vaxt və enerji sərf etməzdim. Və hər dəfə problemsiz həyat axtarışına çıxdığım yolda problemlə rastlaşanda ki, normal idi rastlaşmağı, bir məyusluq yaşamazdım, özümü aldatmazdım. Yenə deyirəm, buna vaxt və enerji sərf etməzdim. Nəysə, mövzudan çox yayınmayım. Yəni mən bunu dərk etdim. Və mən bugünkü gün həqiqətən şükür edirəm ki, gec də olsa, işdə 15-20'li yaşlarda olmasa da müəyyən bir yaşda artıq çox da gec qalmadan mən bunun fərqinə vardım. Ki, problemsiz həyat yoxdur. İndi sual yaranar ki, ağlınıza bu sənə nə qazandırdı? Son cümləmi elə bununla yekunlaşdıracağam ki, nə qazandırdı və sizə də nə qazandıra bilər. Yenidən qayıdıram əvvəlki məsələyə. Yəni bunu bizə heç kəs, həyatın özü bizə o vədi verməyib. Yəni yaradan bizə problemsiz, ümumiyyətlə problemsizlik harda var? Problemsiz həyat axtarmaq sözünün, cümləsinin özündə belə problem varsa, yəni açıq-aydın problem deyir ki, adam, insan məndən əl çək də, get həyatını yaşa. Yəni get məqsəd qoy qarşına, məqsədlərin icrası ilə məşğul ol. Özün üçün şəxsi maraqlarınla məşğul ol. Məndən nə istəyirsən? Axı mən sənə nə edirəm? Mən varam. Məni Tanrı yaradıb. Mən yaradılışın bir qaydasıyam, bir qanunuyam. Sən nə qədər varsan, mən səninlə varam. Gözün kimi, əlin kimi, düşüncələrin kimi. Sənin düşüncən varsa, mən də varam. Ki onsuz da problem adlandırdığımız bir çox şey, fərqinə varsanız, onsuz da bu düşüncənin məhsuludur. Yəni bu düşüncə varsa, necə problemsiz bir həyat axtarmaq, yəni məntiqli səslənir və şəxsən mən artıq həqiqətən də deyirəm pes, yəni bu qədər vaxtımı niyə mən problemsiz həyat axtarışında? Çoxu da bu bilirsiniz nə ilə əlaqəlidir. Ən çox son zamanlarda insanlar belə bir axtarış arzusundadılar və məyusluq keçirirlər ki, niyə məndə yoxdur? Sanki kimdəsə var, kimdə var? 2 dəqiqə toyda qol-qola, əl-ələ gördüyüm bir cütlükdəmi? Və yaxud da gəzintiyə çıxarkən yanından ani bir addımla gəlib keçən bir cütlükdəmi? Hansı ki, başına sığal çəkir, əl-ələ tutub. Elə təsəvvür edirik ki, sanki onların bütün həyatını gördük. O 2 dəqiqənin söhbətin, yəni bütün həyata, insanlar necə xoşbəxtdir. Hətta gedirik, elə olur ki, evdə öz həyat yoldaşımızla falan belə ürəyimizdə bir qırıqlıq belə yaşayırıq ki, yəni gör necə xoşbəxt, problemsiz ailələr var. Yəni həqiqətənmi sənin gördüyün o 2 dəqiqəlik əl-ələ tutmalar, saça sığal çəkmələr, deyib gülmələr o ailədə bir problemin olmaması deməkdir. Ümumiyyətlə heç olmayacağı deməkdir. Yəni baxın, görürsüz, problemli olan həyat deyil. Olğular deyil, varoluşlar deyil, problemli olan algılarımızdır. Yəni qəbul etdiklərimizdir, reaksiyalarımızdır, bizim düşüncəmizdədir problem. Bu arada yəni fərqinə varırsınızsa danışıram bayaqdan problem, yəni konkret problem. Yəni əməllicə deyir ki, məndən əl çəkin. Məndən əl çəkin, gedin həyatınızı yaşayın.
Siz məndən əl çəkmədiyinizdir ki, əslində mən daha da dərinləşirəm. Bəs indi deyirsiniz ki, neyniyək? Problemlərin yaxşı öhdəsindən necə gələk? Problemlərin öhdəsindən gəlməyəcəksən. Belə deyim, yəni gəlməyəcəksən yox, gəlməyə problemi yox etməyə çalışmayacaqsan daha doğrusu. Ona barışacaqsan və onu həll etməyə, yüngülləşdirməyə çalışacaqsan. Və burada iki xətaya diqqət yetirəcəksən, hansı ki bunu bir çoxlarımız eləyirik. Birincisi, problemə ilişib qalmaq, bir problemə ki, həyatımızda onsuz da bir problem mövcud deyil. Yəni bunu belə izah eləyim. Sənin əgər maddi problem yaşayırsansa, maddi problemin varsa, pul problemi yaşayırsansa, sənin onun üzərində daha çox belə niyə çox qazana bilmirəm, niyə filan kəsdən geriyəm, bunu davamlı o problem artıq həll ola bilmir. Daha doğrusu problemin o məsələnin həlli sənin əlində olan bir şey deyilsə və sən buna görə davamlı özünü danlayırsan, davamlı özünə qəzəblənirsən, daha da dərinləşdirdikcə, tutalım sənin səhhətində bir balaca problem var, sən onu əşi, heç ona baxmırsan o digər problemə, bir baxırsan ki, o problemi də dərinləşdirmirsən və yaxud da ki, övladının dərsində, övladının səhhəti olsun, övladının keçimi olsun, yəni problemlər dərinləşib. Niyə? Çünki sən digər problem deyirəm, indi sizin dildə deyirəm, ümumi, amma mənim üçün onlar bəzi şeylər, mənim üçün problem olan şeylər tamam başqa şeylərdir. Yəni bir şeyin həlli varsa problem hesab olunmur. Yəni bunlar olacaqlardır həyatımızda. Ki problem adlandırırıq bir çoxun. Yəni bunları dərinləşdirirsən. Birinci xəta, bir problemə ilişib qalmağın, buna görə özünü mənəvi yüklənməyin. Və ikinci xəta, girişdə də qeyd etdiyim kimi, problemsizlik axtarışında olmağın ki, problemsiz deyə bir şey yoxdur. Və sən də rahat yaşamağın üçün, indi qayıdıram o əvvəlki suala ki, mənə nə qazandırdı bunun fərqinə varmağın? Mən çox rahatam, mən hər şeylə barışığam, mənim qorxularım azalıb, mən hər şey məmnuniyyətlə başım gözüm üstünə qəbul edirəm, ola bilər. Mən daha səbirli yanaşıram hər şeyə. Daha nə qazandırmalıdır? Mənim emosiyalarım sakitləşib, mənim daxili duyğularım sakitləşib, bir hüzura erişmişəm. Sizcə də bu bir elə ən gözəl qazanc deyilmi? Sizcə də belə deyilmi? Yəni qazandıqlarım çox möhtəşəmdir, çox müthişdir və həqiqətən inanın səmimiyyətimə deyirəm, kaş bunu 10 il öncəsində düşünərdim. Yəni bu axtarışı 10 il öncəsində tükədərdim. Və bu rahatlığa 10 il öncəsində qovuşardım. Artıq mən fərqindəyəm ki, o problem adlandırdığımız məsələlərin həyatımızda var olması bizi incitmirmiş. İncidən ona yanaşma tərzimizmiş. Yəni ona necə yanaşırıq, ondaymış problem. Bizi incidən də elə o yanaşma tərzimiz imiş ki, mən onu dəyişmişəm və sizlərə də tövsiyə eləyirəm. Və sonda sizlərə belə bir sualım olsun ki, bu barədə də bacardığım qədər yazdıqlarınıza da cavab verəcəyəm. Bəs sizdə necədir vəziyyət? Siz necə yanaşırsınız bu qeyd elədiyim məsələlərə? Bunun öhdəsindən gələ bilmisinizmi? Elə olar ki, kimsə buradan qalxıb deyər ki, Elvina xanım, siz bunu 30'lu yaşlarda anlamısınız. Mən bunu 15 yaşından anlamışam və 15 yaşından, 20 yaşından mən artıq bu axtarışımı dayandırmışam və çox rahatam. Fikirlərinizi bizimlə bölüşə bilərsiniz.